Tədbirdə Tacikistanın mədəniyyətini əks edən parlaq rənglər, incə naxışlar və ənənəvi tikmələr nümayiş olundu. Nümayiş edilən geyimlər qədim tacik ornamentlərini, əl işlərini və milli motivləri özündə birləşdirir. Tədbirdə milli musiqilər səsləndi, rəqslər təqdim edildi. Tacikistanın ölkəmizdəki səfiri İlxom Abdurrahman bildirdi ki, iki ölkə arasında ortaq mədəniyyət nümunələrinin oxşarlığı Azərbaycan və Tacikistan arasında mədəni əlaqələrin möhkəm olduğunu göstərir. Международный праздник Навруз. Novruz bayramı xalqlarımızı, Tacikistan və Azərbaycan xalqlarını birləşdirən ortaq dəyərlərin rəmzidir. 3000 ildən artıq tarixə malik olan bu bayramın Bakıda qeyd olunması bizim üçün böyük məmnunluqdur. Azərbaycan və Tacikistanın mədəniyyət nazirliklərinin dəstəyi ilə Bakıda Tacik dizaynerlərinin milli kolleksiyalarının nümayişi keçirilir. Tacik mədəniyyətinin mühüm elementlərindən olan və 3000 illik tarixə malik çakan tikmə sənəti də 2018-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Əziz Azərbaycan xalqı, Novruz bayramınız mübarək olsun. Tacik dizaynerlər Çakan, Nuri Bədəxşon və Xorasan Nəğməsi kolleksiyalarını nümayiş etdirdilər. Novruz – это огромная часть нашей культуры. Novruz bizim mədəniyyətimizin ayrılmaz hissəsidir və kökləri zərdüştlük dövrünə gedib çıxır. Tacik milli geyimi olan Çakan da bu ənənələrə bağlıdır. Əllə tikilən bu naxışlarda təbiət və kosmos motivləri əks olunur. Hər bir elementin öz rəmzi mənası var. Azərbaycanda da Novruz böyük sevgi ilə qeyd olunur və xalqlarımızın mədəniyyətləri arasında çoxlu oxşarlıqlar var. Bugün Azərbaycandakı dostlarımıza öz mədəniyyətimizi təqdim etməkdən məmnunuq və ümid edirik ki, gələcəkdə Tacikistanda da Azərbaycan mədəniyyətinə həsr olunan tədbirlər daha çox keçiriləcək. Novruz əsrlərdir Azərbaycan və Tacikistan xalqlarını birləşdirən ortaq bayram kimi qeyd olunur. Belə mədəni layihələr iki ölkə arasında dostluq münasibətlərinin inkişafına və xalqların bir-birinin mədəniyyətini daha yaxından tanımasına töhfə verir. Mehin Hacıyeva, Mirəziz Mirəlioğlu, AzTV xəbər.